Sen gel tufanla oynama, sen gel tufanla oynama, deniz kimi coşma gülüm. Niagara şəlaləsində çox olsaq da, amma heç vaxt şəlalənin içinə gəmi ilə getməmişdik. Getdiyimiz gün mənim ad günüm idi. Dedik bayrama qataq və gəmi ilə şəlalənin içinə gedək. Beləliklə gəmi deməli ayrıldı sahildən və hamıya bu gördüyünüz qırmızı geyimdən vermişdilər ki, bu geyim bizi sudan, şəlalədən gələn sudan qorusun. Kanadadan gedənlərə qırmızı geyim verirlər. Videoda gördüyünüz kimi, Amerikadan gələnlərə isə deməli mavi rəngdə verilir. Birinci ilk şəlaləyə yaxınlaşdıq. Buna el arasında yalançı Niagara deyirlər. Bu birinci şəlalədir. Düzdür, bunun da mənzərəsi gözəldir. Ondan sonra irəliləyirik əsas böyük şəlaləyə. Ona Atnalı deyirlər. Çünki Atnalı formasındadır və belə gedirik. Buradan bu Amerika gəmisidir. Oradakı insanlara mavi rəngdə deməli salafan geyim verirlər. Və yavaş-yavaş gedirik. Burada artıq mən çox həyəcanlanmışam və düz Atnalının demək olar ki, içindəyik. Buna da çəkirsiniz burada. Bir dənə bu səsə qulaq asın, görün necə vahiməlidir. Wow. Su böyük kütlə ilə gəlirdi və hamımız suyun içində idi. Telefon da kamerasını tez-tez su dolurdu və mən onu təmizləyirdim ki, daha yaxşı görüntü alınsın. Həmişə təmizlikdə. Burada yüngülvarı artistlik edirəm və mahnı oxumağa başlayıram. Sen gel tufanla oynama, sen gel tufanla oynama, deniz kimi coşma gülüm, ay gülüm. Coş, şu gözünden oynama, şu gözünden oynama, çok değil bizim ömrümleri. Ekstremal şərait nəzərə alsaq, məncə heç də pis oxumadım. Yavaş-yavaş şəlalələrdən aralanırıq və gedirik deməli gəmiyə mindiyimiz yerə doğru. Burada yenə Amerikan gəmisini görürük. Şəlaləyə bir də uzaqdan da baxın. Çox maraqlıdır, çox əsrarəngiz görüntü, maraqlı hisslərdir. Bu isə digər şəlalələrdir. Bu da çox qəşəng görünür. Mənim də çox xoşuma gəldi bu görüntü. Bu qaya daşların arasında köpüklü su çox qəşəng görünür. Davam edirik. Burada isə Amerikadan olan turistlərdir. Bunları Amerika tərəfindən pis göründüyü üçün belə bir körpü düzəldiblər. Burada isə Paşanın şəklini çəkirəm. Paşa da xoşbəxt idi. Bu isə Amerika ilə Kanada arasında olan